Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Hədəfin canlı efirində xoş gördük sizləri. Bəli, bizim ailəmiz Türk dünyasıdır və bizi başqa yerdə gözləyən yoxdur. Prezident İlham Əliyevin and içmə mərasimində söylədiyi bu fikirlər dərin fəlsəfəyə, uzaq görən strategiyaya söykənmiş ideoloji bir fikirlər idi və biz bugün dünyada baş verən proseslər fonunda bu fikirlərin nə qədər diplomatik, dərin məntiqə söykəndiyini, uzaq görən siyasət olduğunu və ən əsası isə əsl vətənpərvər fikirlərə söyləndiyini bir daha şahidi oluruq. Bəli, hörmətli tamaşaçılar, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bugün Ankaraya səfər edib və bu səfər həqiqətən də çox vacib səfərdir. Çünki qlobal proseslərin getdiyi bir dönəmdə əlbəttə ki, regional və qlobal məsələlərə də toxunulacaq. Amma ən əsası isə bu səfər çərçivəsində Naxçıvana İğdır Naxçıvan qaz kəmərinin açılış mərasimi ilə bu yaxın dəqiqələrdə, saatlarda başlayacaq. Bu əlbəttə ki, böyük tarixi hadisədir. Çünki uzun müddət idi ki, Naxçıvan qazsız qalmışdı və Azərbaycan Türkiyənin birgə varlığı, atdığı addımlar sayəsində biz həqiqətən də sosial məsələlərin də yüksək səviyyədə həllinə nail oluruq və bu bir daha təhlükəsizliyin, sabitliyin təminatına da zəmanət verilən addımdır. Və əlbəttə ki, dünyada baş verən proseslərə də toxunacaq. Çünki Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla Ukrayna prezidenti Volodimir Zelenski arasında belə deyək də oval kabinetdə baş tutan söz dueli bugün daha da gərginləşməkdədir. Çünki ötən gün Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump konqresdə çıxdığı zamanı qeyd edib ki, Zelenskidən məsələlərin müsbət həllinə dair məktub alıb, amma Zelenski isə bu fikirləri inkar edir. Heç bir məktub yazmamışam deyir. Bu söz savaşı hara qədər davam edəcək, proseslərə necə təsir göstərəcək, sözsüz ki, müzakirə edəcək. Amma ümumilikdə əlbəttə ki, Donald Trumpın konqresdəki çıxışı olduqca vacib məqamlarla yadda qalıb. O, əlbəttə, özündən əvvəlki sələfi Joe Biden'ın ona miras saxladığı problemlərdən, daxili və xarici problemlərdən bəhs edib və Biden'in səhvlərini, problemlərini Trump aradan necə qaldıracaq, bu xarici siyasətdə, qlobal geosiyasi proseslərdə necə öz təsirini göstərəcək, bax, qonaqlarımızdan əlbəttə ki, cavab tapmağa çalışacaq. Diqqətiniz bizdə olsun, qonaqlarımızı təqdim edirəm. Milli Məclisin deputatı Sevil Mikaylova, xoş gördük. Sevil xanım. Xoş gördük. Milli Məclisin digər üzvü Zaur Şükürov bizimlə bərabərdir. Xoş gəlmişsiniz Zaur müəllim və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı baş məsləhətçisi Şahmar Hacıyev də bizimlə bərabərdir və əlbəttə ki, səfərlə əlaqədar biz Türkiyəyə də bağlantı edəcəyik. Oğuzxan Akyener Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırması Mərkəzinin rəhbəri öz fikirlərini əlbəttə ki, bizi ətraflı şəkildə İğdır, Naxçıvan qaz boru xəttinin açılış mərasimi ilə bağlı öz fikirlərini şərh edəcək bizim üçün. Odur ki, diqqətiniz bizdə olsun və mən istərdim ki, ilk öncə elə müzakirələrə başlamazdan öncə dövlət başçımızın Türkiyə səfəri necə baş tutub, hazırda hansı anlar yaşanır və biz gəlin Türkiyəyə bağlanaq. Həmkarım Vüsal Mətləb bizimlə bərabər olmalıdır. Eşidirsə, biz onu salamlayırıq. Vüsal, hər vaxtın xeyir olsun. Səfər necə başlayıb, hansı proseslər cərəyan edir? Buyur, söz sizdə. Xoş gördük Jalə. Bəli, Türkiyənin paytaxtı Ankaradan salamlayırıq sizi. Artıq xəbər verdiyimiz kimi bugün Prezident İlham Əliyev qardaş ölkəyə işgüzar səfərə gəlib. Bugün Türkiyədə olduqca vacib, hətta tarixi adlandıra biləcəyimiz hadisəyə şahidlik edəcəyik. Söhbət İğdır Naxçıvan qaz boru kəmərinin açılışından gedir. Məlum olduğu ki, 2020-ci ildə bu boru kəmərinin qurulması ilə bağlı, tikilməsi ilə bağlı tərəflər arasında anlaşma memorandumu imzalanmışdı. 2023-cü ildə liderlərin iştirakı ilə onun təməli qoyulmuşdu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Naxçıvana səfəri çərçivəsində 15 sentyabr tarixində bu boru kəmərinin təməli qoyulmuşdu. Bugün isə açılış mərasiminə artıq şahidlik eləyəcəyik. Bu hadisənin əhəmiyyəti, yəni onu tarixi adlandırmağımız nə ilə bağlıdır? Söhbət ondan gedir ki, bu iki ölkənin əməkdaşlığı baxımından mühüm layihə olmaqla bərabər Naxçıvanın enerji təhlükəsizliyində əhəmiyyətli addımdır. Naxçıvanın alternativ enerji xətti ilə, qaz kəməri ilə təmin olunması, mənbələrin şaxələndirilməsi baxımından olduqca vacibdir. Bildiyimiz kimi, bugün enerji təhlükəsizliyi ölkələrin, dövlətlərin
təhlükəsizlik məsələsidir, mühüm komponentidir təhlükəsizlik baxımından və Naxçıvanın enerji ilə daha bir mənbədən təmin olunması, həm də Azərbaycan qazı ilə təmin olunması baxımından vacib hadisə kimi qiymətləndirilməsi təsadüfi deyil. Bu vaxta qədər Naxçıvan İran qazını əldə eləyirdi. 2005-ci ildə Svop anlaşma çərçivəsində İrandan Naxçıvana qaz çatdırılırdı, yəni mübadilə layihəsi çərçivəsində. İndi isə artıq Azərbaycan qazı İğdır vasitəsilə Naxçıvana çatdırılmış olacaq. Ümumilikdə təxminən 100 kilometrə yaxındır bu xəttin uzunluğu. Bunun 80 kilometri Türkiyə ərazisindən, qalan 17,5 kilometr isə Azərbaycan ərazisindən keçir. Və gündəlik olaraq 2 milyon, illik olaraq isə 730 milyon kubmetr qazı ötürmək gücündədir bu xətt. Hələlik bu nəzərdə tutulur. Gələcəkdə isə onun təxminən 2 dəfəyə qədər artırılması mümkündür. İndi bizim yaxınlığımızda Azərbaycan nümayəndə heyətinin Azərbaycan prezidentini gətirən, müşahidə edən kortej var və bir qədər sonra tədbir başlayacaq. Hələ tədbirin başlamasına bir qədər var və dediyim kimi bu sadəcə bir qaz boru kəmərinin açılışı deyil, tarixi layihədir, xüsusilə enerji mənbələrinin şaxələndirilməsi baxımından və Türkiyə-Azərbaycan əməkdaşlığının, qardaşlığının növbəti təzahürü qismində. Belə bizim hələlik tədbir öncəsi Ankaradan çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdə. Bəli, təşəkkür edirik Vüsal və təbii ki, uğurlar arzulayırıq. Həqiqətən də səfər olduqca tarixili ilə yadda qalan bir səfər olacaq. Çünki enerji təhlükəsizliyi əlbəttə ki, xalqların, millətlərin təhlükəsizliyidir və bu baxımdan bu atılan addım əlbəttə ki, çox mühüm əhəmiyyət kəsb edir və bu proses ötən ildən başlanılmışdı və mən istərdim ki, elə redaktorumuzun hazırladığı qrafikadan biz imzalanmış sənədə bir daha xatırlatma edək. Çünki bu hüquqi müstəvisini Azərbaycan və Türkiyə arasında imzalanan sənədlə öz əksini tapır və bu sənəddə qeyd olunur ki, Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin təsdiq edilməsi haqqında qanun martın 5-də çərşənbə günü qüvvəyə minib. Sənədin mətni Türkiyə hökumətinin rəsmi qazetada dərc olunub və Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə iki qardaş ölkə arasında qaz sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş 2024-cü il mayın 14-də İstanbulda imzalanıb. Bu sənəd həmçinin Bakı ilə Ankara arasında enerji sektorunda birgə investisiyalar üzrə əməkdaşlığı nəzərdə tutur. Statın sonu sənəddə qeyd olunub və mən yenə də rejissorumuzdan xahiş edəcəm ki, biz bugün artıq işıq üzü görəcək bu imzalanmış sənədə əsasən İğdır, Naxçıvan arasında qaz boru xətti ilə bağlı bir xəritəmizi də təqdim etsin və Şahmar müəllim sizdən də xahiş edərdim ki, mümkündürsə xəritə önünə yaxınlaşardıq və bu tarixi bir prosesdir, tarixi bir hadisəyə şahidlik edirik. Bu Naxçıvana nə qazandıracaq? İğdır, Naxçıvan qaz boru kəməri ümumiyyətlə regionun sosial rifahı üçün nə deməkdir? Buyurun. Təşəkkür edirəm Jalə xanım. Artıq qeyd olundu ki, bu doğrudan da tarixi hadisədir. Çünki bu Naxçıvanın uzun müddətli enerji təhlükəsizliyinin, stabiliyinin qarantıdır və bildiyimiz kimi uzun müddət əsas 90-cı illərdə Naxçıvanda həm təbii qaz olmayıbdır, elektrik enerjisi olmayıbdır. Çünki Ermənistanın apardığı işğal siyasəti nəticəsində və nəhayət 2006-cı ildən İran vasitəsilə Svop qazı Naxçıvana daxil oldu. Lakin bu Azərbaycanı qane etmirdi və dünyada cərəyan edən son hadisələr də göstərdi ki, enerji təhlükəsizliyi ölkələr üçün çox mühüm bir amildir və tranzit ölkələrin stabil olması çox önəmlidir. Tranzit ölkələrin stabil olmaması enerji təhlükəsizliyinə ciddi hədədir və təhlükədir və bunu nəzərə alaraq Azərbaycan və Türkiyə belə bir qərara gəldilər ki, Naxçıvana birbaşa kəmər çəkilsin. Çünki Azərbaycan artıq Türkiyə ilə mühüm enerji layihələri həyata keçirdib və təbii qaz layihələrinə gəldikdə biz Bakı, Tbilisi, Ərzurum qaz kəmərini, TANAP layihəsini və istiqamətləri göstərərək istiqamət başlayır, İğdirdən başlayır, buradan başlayır və İğdirdən bu kəmər qoşulur Şərqi Anadolu əsas qaz nəql xəttinə, hansı ki o xətt TANAP-dən qaz götürür və demək olar ki, Naxçıvana da daxil olan qaz TANAP vasitəsilə Türkiyəyə hasil olan qazdır və bu da qaz birbaşa Azərbaycanın qazıdır və
təbii ki, yekunda Naxçıvana çatacaqdır. Ümumi uzunluğu Türkiyə ərazisində 80 kilometrdir və Naxçıvanda Sədərəyə qədər olan məsafə isə bu qırmızı xəttdə göstərilir. 17 kilometr yarımdır və ümumi layihənin uzunluğu 97 kilometr yarımdır və qeyd olundu ki, artıq günlük 2 milyon kubmetr təbii qaz Naxçıvana hasil ediləcək və bu da Naxçıvanın demək olar ki, bütün hasilatını tam qarşılayır. Gələcəkdə texniki dəstəyin artırılması ilə kəmərin potensialı daha da arta bilər və 1 milyard yarım kubmetrə qədər çatdırıla bilər və bu da olduqca mühüm bir rəqəmdir. Artıq bu... Yəni hədəfdə bunlar var. Hədəfdə gələcəkdə bəli vardır və bunu qeyd etmək istəyərdim ki, bu mart ərəfəsində, mart bayramı ərəfəsində Naxçıvan əhalisinə bir hədiyyədir. Doğrudan da artıq biz deyə bilərik ki, Azərbaycan təbii qazı birbaşa Naxçıvan regionuna da çatır. Artıq Naxçıvanın enerji mənbələrindən diversifikasiya olunur və asılılığımız təbii ki, azalır üçüncü ölkələrdə. Eyni zamanda bu işgüzarlıqdır, məşğulluğun artmasıdır, iqtisadi potensialdır. Və gələcək təbii ki, proyektlərə də dəstək olacaqdır. Təhlükəsizliyi ən əsas başlıca məsələ elə enerji təhlükəsizliyinin təmin olunmasıdır və gələcəkdə digər enerji layihələrini təbii ki, dəstək verir. Məsələn, biz hal-hazırda bilirik ki, Türkiyə-Azərbaycan arasında Naxçıvan Muxtar Respublikasında alternativ və bərpa olunan enerji mənbələri istiqamətində də əməkdaşlıq nəzərdə tutulur. Elektrik enerjisinin Naxçıvandan Türkiyəyə ötürülməsi və düşünürəm ki, biz addım-addım bütün bu işləri həyata keçiririk. Təşəkkürümü bildirirəm və bir qədər sonra sizinlə müzakirələrimizi davam etdirəcəyik. Amma mən istərdim ki, biz Türkiyəyə də bağlanaq. Türkiyədən bizimlə bağlantıda Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırması Mərkəzinin rəhbəri Oğuzxan Akyenerdir. Xoş gördük sizi Oğuzxan bəy və əlbəttə Azərbaycan-Türkiyə daha bir tarixi hadisəyə şahidlik edir. İğdır-Naxçıvan qaz xəttinin, boru kəmərinin açılışı olacaq bu saatlarda, bu dəqiqələrdə video bağlantı şəklində və ümumiyyətlə Azərbaycan prezidentinin, Azərbaycan liderinin Türkiyəyə, qardaş ölkəyə və əslində belə deyərdim, dövlət başçımız hər dəfə çıxışlarında qeyd edir ki, Türk dünyası bizim ailəmizdir və Türkiyədə ailə üzvümüzün ən doğmasıdır, qardaş Türkiyə deyirik. Bu səfəri necə qiymətləndirərdiniz və bugünkü biz tarixi hadisəni necə dəyərləndirmək olar? Evet, çok teşekkür ederim. Öncelikle hocalarıma da selamlar sunarım. Gerçekten mutlu olduğumuz önemli bir gelişme bu. Hani Nahçıvan her ne kadar Türkiye üzerinden taşınacak olan doğalgaz büyük bir hacim ihtiva etmese de Nahçıvan'ın enerji güvenliği için gerçekten çok önemli. Çünkü biliyorsunuz daha önce İran üzerinden bu sevkiyat gerçekleştiriliyordu ve özellikle Karabağ Savaşı süresince İran'ın Ermenistan'ı desteklemesi ve bu bağlamda sürekli Nahçıvan'ın enerji güvenliğini tehlikeye atacak şekilde doğal gaz sevkiyatı sürecinde sorunlar yaşanmasına sebep olması bu sürecin sürdürülebilirliğini gerçekten ciddi anlamda etkiledi. İran yerine göre bunu diplomatik anlamda da kullanıyordu biliyorsunuz. Ve Türk ve Müslüman toprağı olan bir Azerbaycan toprağı olan dolayısıyla bütün Türk dünyasının kardeş toprağı olan Nahçıvan'ın da böyle sıkıntılara düşmesi hepimizin başını ağrıtır. Sadece Azerbaycan'ın ya da sadece Nahçıvan'ın değil, Türkiye'nin de başını ağrıtır. Dolayısıyla bu bağlamda Nahçıvan'ın enerji güvenliği için sürdürülebilir bir enerji arzının sağlanması için çok önemli olan böyle bir adımın gerçekleştirilmesi çok önemli. Artık bundan sonra İran üzerindeki sevkiyat süreçleri tamamen zaten uzun süredir yapılmıyordu. Bundan sonra artık hiç tekrar o güzergahlara ihtiyaç kalmayacak. Şu an hocalarımın da bahsettiği gibi 97,5 kilometrelik bir hat yapıldı. Bizim BOTAŞ'ın mevcut sistemindeki ilgili lokasyonlar upgrade edilerek bu geçiş güzergahı sağlandı. Ve Azerbaycan'ın sevk ettiği gazın belli bir miktarı şu an için yıllık 0,5 milyar metreküp civarında planlanıyor. Tabii aslına bakarsanız yıllık taşıma kapasitesi maksimum seviyede taşındığında daha yüksek seviyelerde arz sağlayabiliyor. Diğer taraftan eğer talep daha da fazla artarsa bu boru hattı kapasitesinin kompresör istasyonlarında bazı değişiklikler yapılarak 2,5 katına çıkartılması da söz konusu. 5 milyon metreküp günlük sevkiyat yapabilme kapasitesine de erişilebilir. Yani çok
süreç zora girmeden yani yaklaşık bir 6 aylık çalışma içerisinde. Bunlar gerçekten çok önemli. Dediğim gibi Türkiye-Azerbaycan enerji anlamında çok uzun süredir ortak faaliyetler yürütüyor. Hem Türkiye Azerbaycan'a yatırım yapıyor, hem Azerbaycan Türkiye'ye yatırım yapıyor. Bu birliktelik, bu kardeşlik Türk dünyasına da inşallah sinerji olarak yansıyacak. Çünkü Azerbaycan ve Türkiye özelinde başlanılan süreç Türk Devletleri Teşkilatı bünyesindeki gelişmelere de kapılar araladı. Ve inşallah Azerbaycan ve Türkiye arasında girilen bu atılımlar inşallah Hazar'ın doğusundaki enerji potansiyelinin de belki Türkiye'ye oradan da Avrupa'ya taşınması ve bu bağlamda bunun yanı sıra Türkiye'nin de bir doğalgaz enerji merkezi olması gibi atılımlarında da Türkiye'yi destekleyecek. Yani şunu ifade edelim, daha çok yatırıma ihtiyacı var. Hem Azerbaycan'ın hem Türk dünyasının, Türkmenistan'ın, Özbekistan'ın, Kazakistan'ın, hatta Kırgızistan'ın yenilenebilir enerji anlamında. Enerji anlamında bir birliktelik ve entegrasyon sağlanabilmesi birçok dengeyi değiştirebilecektir. Hatta bizim TESPAM olarak yaptığımız saha bazlı projeksiyonlar şunu gösteriyor ki uzun vadede Hazar'ın doğusunu da sürece kattığımızda Türk dünyasının mevcut ihracat potansiyellerinin ötesinde 105 milyar metreküpe varan tabii yatırım yapılması gerekiyor ve benzeri birçok faaliyetin kurgulanması gerekiyor bu çerçevede. Ama Türk dünyasının 105 milyar metreküpe varan yıllık ilave ihracat potansiyeli söz konusu olabilir. Tabii bu büyük bir resim, büyük bir hedef. Bu hedefe ulaşabilmek için çok çalışmak gerekiyor. Özellikle Hazar'ın doğusundaki doğalgaz potansiyelinin Türkiye'ye gelebilmesi için Azerbaycan'dan geçmesi gerekiyor. Belki bizim Azerbaycan, Türkiye arasında genişletilmiş versiyonuyla biz SCPX de diyoruz. Genişletilmiş versiyonuyla Kafkas boru hattı, Güney Kafkas boru hattına paralel yepyeni hatlar inşa edilmesi gerekiyor. Belki orada olacak boş kapasitenin kullanılması gerekiyor gibi süreçler de var. Ama resme bu açıdan baktığımızda gerçekten çok daha büyük potansiyeller ihtiva ediyor. Diğer taraftan şu an haritada da gösterdiğiniz hani Zengezur koridorunun akıbeti hala net değil. Türkiye ve Azerbaycan bu bağlamda çok somut adımlar atmaya çalışıyor ama hala Ermenistan ve Rusya ile alakalı bazı soru işaretleri çözülebilmiş değil. Ama adım adım bu da çözülürse inşallah o güzergah üzerinden de farklı taşıma kabiliyetleri söz konusu olabilecek. Təşəkkürümü bildirirəm ətraflı təhlilləriniz üçün və əlbəttə ki, Azərbaycan, Türkiyə birlikdə Türk dünyası üçün nümunə olaraq addımlayır və geniş coğrafiya, geniş potensial, insan kapitalı, iqtisadi imkanlar, eyni zamanda enerji imkanları var və əlbəttə hədəflər bu imkanların daha da genişləndirilməsinə yönəlib. Və bir daha xatırlatma etmək istərdim ki, Oğuzxan Akyener, Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırması Mərkəzinin rəhbəri bizimlə bağlantıdaydı və o ətraflı şəkildə Azərbaycan prezidentinin bugün Türkiyəyə, Ankara səfərinə və xüsusilə də İğdır, Naxçıvan boru xəttinin açılmasının əlbəttə bütün mənalarına detallı şəkildə toxundu. Sevgi xanım, biz burada yəqin ki, siyasi mənalar da görürük. Baxmayaraq ki, bu enerji, iqtisadi bir hadisədir, amma eyni zamanda siyasiliyi ilə də seçilən bir tarixi hadisə kimi də qiymətləndirmək olar. Necə dəyərləndirirsiniz dövlət başçısının səfərini və xüsusilə də bugün İğdır, Naxçıvan boru xəttinin açılmasına? Əslində bu çox möhtəşəm bir hadisədir sözün bütün anlamlarında. Ona görə ki, biz Azərbaycandan tarixi ədalətsizliyinə görə ayrı düşmüş Naxçıvan Muxtar Respublikasının enerji təchizatında kifayət qədər yeni, keyfiyyətcə belə fərqli bir səhifənin başlanğıcını qoyuruq və ümidlərimiz və bəlkə də mən burada əminliklə söyləmək istəyirəm ki, bundan sonra Naxçıvanın inkişafında və xüsusən onun sosial-iqtisadi proqramının həyata keçirilməsində İğdır və Naxçıvan arasında açılmış bu qaz kəmərinin əslində çox böyük bir rolü olacaqdır. Bəli, qeyd olundu, 730 milyon illik qaz təchizatı nəzərdə tutulur Naxçıvana və bu Naxçıvan əhalisinin, burada yarım milyon əhali yaşayır və qaz təchizatı da təxminən yarım milyon dəyərləndirilir illik və burada 730 milyon olması, yəni bu əslində tələb və təklif arasında bir fərq yaranır. Və bu fərq düşünürəm ki, gələcəkdə qarşıya qoyulmuş hədəflər Naxçıvan Muxtar Respublikasının tam təchizatlı olması, onun həm iqtisadi təhlükəsizliyi, eyni zamanda
digər məsələlərdə, narahat verici məqamlarda Naxçıvan Muxtar Respublikasının və burada yaşayan insanların tam təminatını həyata keçirmək üçün kifayət qədər böyük imkanlar yaradır. Bildiyiniz kimi 2023-2027-ci illər üçün dövlət proqramı təsdiqlənibdir və İqdır Naxçıvan qaz kəməri məhz həmin dövlət proqramının tərkib hissəsi kimi nəzərdən keçirilir. Amma bu proqramda eyni zamanda digər investisiya layihələri də nəzərdə tutulub ki, biz düşünürük ki, öndəki illərdə biz Naxçıvanda tamamilə fərqli bir iqtisadi durumu görəcəyik ki, burada bəli insan qaynaqları var ki, bu layihələri həyata keçirmək üçün imkan yaradır. Eyni zamanda Naxçıvanın kifayət qədər yaxşı yerləşməsi var. O bilirsiniz ki, İran və Türkiyə ilə sərhədlənir və yeri gəlmişkən söyləmək istəyirəm ki, Türkiyə ilə Azərbaycanın yeganə sərhəd xətti 11 kilometr məhz Naxçıvan ərazisindədir və biz çalışmışıq ki, bu illər ərzində maksimum yararlanaq ki, bu 11 kilometrdən istifadə edərək söylədiyimiz kimi Azərbaycandan ayrı düşmüş həmin bu Muxtar Respublikanın təhlükəsizliyini təmin edək. O ki, qaldı siyasi anlamına. Bəli, biz hər zaman çalışmışıq ki, müstəqilliyimizi dövlətimizin hər qarışında, hər addımında, bütün istiqamətlərdə tam şəkildə bərqərar edək. Naxçıvan Muxtar Respublikası söyləmək lazımdır ki, 88-ci il Dağlıq Qarabağ konflikti başlayandan sonra bəlkə də ən çox əziyyət çəkən Azərbaycan ərazilərindən biri olub. Niyə? Çünki o blokada vəziyyətinə düşmüşdü. Və məhz bu blokada şəraiti eyni zamanda infrastrukturun dağılması, burada biz nəqliyyat yollarından danışırıq ki, bunlar tam şəkildə dağılmışdı. Eyni zamanda qaz kəmərləri, yəni əslində 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi ilə biz böyük bir tarixi ədalətsizlik yaşadıq. Amma eyni zamanda Naxçıvan əhalisi ana ərazidən ayrı düşməklə onlar bir sıra təminatlardan da məhrum oldular. Da İrandan gələn qaz tam şəkildə yetmirdi. Bu hələ sonraydı. Yəni biz qalan ərazilər çox idi. Bəli, Sovet dönəmində yəni bu problemi həll etmək olurdu. Çünki Ermənistanla konfliktə başlamamışdıq və bu yollar var idi. Amma bildiyiniz kimi konfliktdən sonra artıq bu ilişkilər, bu bağlar qırıldı və biz məcbur şəkildə İran ərazisinin swap əməliyyatlarını apardıq, az əvvəl qeyd olundu və həmin o swap əməliyyatları vasitəsilə, yəni biz dəyişirdik, yəni swap dəyişmə deməkdir. Biz İrana qaz göndərirdik, İran isə öz qazını Naxçıvana göndərirdi. Amma bu bizi qane edə bilərmi? Təbii ki, yox, burada fasilələr var idi və biz bunu söyləməliyik müəyyən mənada. Yəni biz tam elektrik enerjisinin, qaz təchizatının Naxçıvana tam fasiləsiz olduğuna, yəni nail olmalıydıq. Və bu anlamda düşünürəm ki, bu özü də eyni zamanda suverenlik baxımından, müstəqillik baxımından və təbii ki, enerji siyasətimizin bir parçası olaraq Naxçıvanın qaz ötürülməsinin bu şəkildə təminatı həm dövlətimizin gücünü göstərdi. Yəni artıq qeyd olundu, çünki bu Azərbaycan qazıdır və biz bundan əvvəl əgər iqtisadi potensialımızdan düzgün istifadə edib Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Erzurum və eyni zamanda TANAP layihəsini həyata keçirməsəydik bu üç layihəni və biz qaz ixracatçısı ölkəsinə çevrilməsəydik, çünki bizi ilk əvvəl neft ixracatçısı ölkəsi kimi tanıyırdılar və biz bu qaz ixracatçısına çevrilməsəydik, biz təbii ki, bugün artıq Naxçıvanın müstəqilliyindən, qaz təminatı baxımından danışa bilməzdik. Bu təbii ki, Azərbaycan prezidentinin çox doğru enerji strategiyasından xəbər verir, göstəricisidir və düşünürəm ki, bugün Naxçıvan əhalisi də çox böyük məmnuniyyətlə Cənab Prezidentin apardığı bu enerji siyasətini dəstəkləyir. Yəni bir zamanlar skeptik yanaşmalar olurdu beynəlxalq aləmdə xüsusilə, amma biz məhz öz dövlət büdcəmiz hesabına, öz investisiyalarımız hesabına həm bu layihələri irəli yapardıq. Eyni zamanda Azərbaycanın bütün ərazilərində də söylədiyimiz kimi infrastrukturu təkmilləşdirə bildik və bugün gördüyümüz həmin o səhnə bizi fərəhləndirən bu gün Azərbaycan Prezidentinin Türkiyə səfəri və burada açılışın baş tutması. Bunlar hamısı əlbəttə ki, tarixi hadisələrdirlər. Amma nəticə etibarilə bugünə yox, bundan sonraki 100 illiklərə hesablanıbdır və Azərbaycan xalqı bundan sonra yaşadığı sürəcdə təbii ki, tarixdə kataklizmlər olur, vəziyyətlər dəyişir. Amma düşünürəm ki, məhz Türkiyə ərazisindən Naxçıvan enerji təhlükəsizliyi
təhlükəsizliyin təminatı, eyni zamanda sizin söylədiyiniz o siyasətin də çox böyük anlamda arxasında böyük siyasi iradə dayanır və həm də dövlət başçımızın bu atdığı addımlar Türk dünyasının daha da genişləndirilməsinə, ideologiyasının daha da möhkəmlənməsinə xidmət edən addımlardır. Əlbəttə ki, bu strateji bir plan əsasında addım-addım Türk dünyasının birləşməsinə xidmət edir. Bu ailənin, böyük bir ailənin daha da möhkəmlənməsinə xidmət edir. Elə ona görə də mən təklif edərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev məhz and içmə mərasimində Türk ailəsi bizim ailəmizdir, Türk coğrafiyası böyük potensiala malikdir fikirlərin ki, səsləndirmişdi. Burada hədəflər nədən ibarət idi? Gəlin bir daha nəzər salaq, xatırlayaq. Buyurun. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi belə də çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayrıcı xətləri çəkməmişik. Biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta bugün Cənubi Qafqazda, haradakı cəmi 3 ölkə yerləşir. Bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda bizi hardasa qəbul etmək istəməyənlərə biz baş əyməliyik. Qətiyyən bu olmayacaq. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Bütün Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Və müştərək səylərlə biz elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora çevrilsin və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik. Bəli, hörmətli tamaşaçılar, əlbəttə dövlət başçımızın söylədiyi fikirlərdə böyük bir əsaslar var və bu sözlər sadəcə ifadələrə söykənən bir fikirlər deyildi. Həqiqətən iqtisadi potensial daha da genişlənir. D8 çərçivəsində də Türk Dövlətləri Təşkilatı bir qədər birləşir, yəni iqtisadi tərəfləri, potensialı bir tərəfdən. Eyni zamanda siyasi iradə mövcudluğu, coğrafi və əlbəttə ki, insan kapitalının genişliyi Türk dünyasının daha da möhkəmlənməsinə, bloklaşmasına əlbəttə ki, gətirib çıxaran amillərdəndir. Güc amilinə çevrilməsi ilə bağlı dövlət başçımız öz fikirlərini söylədi. Necə düşünürsünüz? Hazırdırmı? Hazırda dünyada baş verən geosiyasi qlobal proseslər fonunda Türk Dövlətləri Təşkilatı Türk dünyasının həm də bir hərbi, ümumiyyətlə güc strukturu olaraq fəaliyyətini davam etdirməsi. Necə düşünürsünüz? Çünki bax, bugün faktiki olaraq regional təşkilatlar, kollektiv müqaviləsi təşkilatı, hətta bugün NATO-ya biz nəzər salsaq, ötən gün Maskın bir açıqlaması oldu ki, NATO-nun bugün parçalanması Amerika Birləşmiş Ştatları üçün təsadüfi görünmür və buna razıdırlar. Və necə düşünürsünüz? Türk Dövlətləri Təşkilatının, Türk dünyasının güclənməsi deməkdə biz nəyi başa düşə bilərik? Təşəkkür edirəm Jalə xanım. İlk öncə qeyd edim ki, bu səfər həqiqətən hörmətli həmkarlarımı da dəstəkləyirəm ki, həqiqətən tarixi bir səfərdir. O baxımdan ki, yeni dünya düzəninin bir növ işaretlərini sezdiyimiz bir zamanda iki strateji müttəfiq dövlətin liderləri bir araya gələrək baş verə biləcək proseslərin müzakirəsi nöqteyi nəzərindən, gələcək addımları koordinə etmək nöqteyi nəzərindən fikir mübadiləsi aparırlar və eyni zamanda Türkiyə ilə Azərbaycan arasında təşəkkül tapmış uzun illər boyu səmərəli şəkildə əməkdaşlıq edilən
bu sahənin bir qolu olan Yığdır şəhərindən Naxçıvana yeni qaz xəttinin, yeni qaz kəmərinin açılış mərasimində iştirakını qeyd etməliyik. Təbii ki, bayaq məndən öncə danışan həmkarlarım da qeyd etdi, tarixi bir layihənin açılışında iştirak edirik, buna şahidlik edirik. Bu Naxçıvanın təhlükəsizliyi baxımından, enerji təhlükəsizliyi baxımından mühüm faktordur və bayaq siz qeyd etdiyiniz kimi Jalə xanım, həqiqətən də bizim cənab prezident də qeyd etdiyi kimi Azərbaycanın yeganə ailəsi Türk ailəsidir və biz son illər Türk dünyası arasında, Türk dünyasına daxil olan dövlətlər arasında dərin əməkdaşlığın dərinləşməsinin şahidi oluruq. Bir il öncə 2024-cü ildə Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən qeyri-rəsmi sammiti zamanı da Qarabağ bəyannamasının imzalanmasının şahidi olduq və burada da Türk dövlətləri arasında əməkdaşlığın geniş spektrdə əməkdaşlığa etibar edən çox müddəalar daxil edilmişdir. Sözsüz ki, bu çərçivədə ölkələrin liderlərinin oynadığı rol da mühümdür. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Türkiyə Prezidenti cənab Ərdoğanın bu istiqamətdə atdığı addımlar mühümdür, vacibdir. Bugün Azərbaycan lideri cənab İlham Əliyev istər torpaqlarımızın işğaldan azad olunması 2020-ci ildə, istər 2023-cü ildə biz adətən bir günlük antiterror tədbirləri deyirik. Qısa bir müddətdə, bir neçə saat ərzində də deyərdim, erməni silahlı qüvvələrin diz çöktürülməsi, bir növ bunun cənab prezidentin mükəmməl liderliyinin, mükəmməl xarici siyasət kursunun göstəricisidir. O cümlədən də Türkiyə liderinin bu istiqamətdə atdığı addımlar, dünya miqyasında, dünya çapında bir lider olması, bu Türk dünyası, ümumiyyətlə Türk dilli dövlətlərin, Türk dilli dövlətlərin güclənməsində mühüm rol oynayır. İqtisadi enerji o cümlədən bayaq siz qeyd etdiyiniz kimi hərbi gücə çevrilə bilərmi? Biz ilk növbədə hərbi gücdən danışarkən sözsüz ki, iqtisadi və enerji məsələlərini də öndə saxlamalıyıq. Çünki hərbi güc dövlətin hərbi baxımdan güclü olması üçün onun iqtisadiyyatının güclü olması, iqtisadiyyat güclü olmalıdır. Enerji təhlükəsizliyi təmin edilməlidir və bugün biz torpaqlarımızın işğaldan azad olunmasına nə üçün nail ola bildik? Sözsüz ki, cənab prezidentin apardığı düzgün, uğurlu iqtisadi siyasət, xarici siyasət kursu nəticəsində nail olduq və nəhayət bunun nəticəsində ordumuz gücləndi və biz torpaqlarımızı azad etdik. Və bu onu deməyə əsas verir ki, həqiqətən də Türk dünyasında birliyin daha da dərinləşməsi, Türk Dövlətləri Təşkilatının gələcəkdə həqiqətən də bir gücə çevrilməsinə imkan verəcəkdir. Amma sözsüz ki, biz gedən prosesləri də nəzər yetirməliyik. Amerika Prezidenti Donald Trumpın inaugurasiyasından sonra onun tərəfindən bəyan edilən bu və digər məsələlərlə bağlı, istər olsun Kanada, istər Qrenlandiya, istər Panama kanalı, bunlarla bağlı bəyan etdiyi məsələlərin hansı şəkildə həyata keçəcəyini müşahidə etməliyik və həyata keçəcəkmi ümumiyyətlə, nə cür bu ölkələrlə bunların münasibətləri necə qurulacaq, necə davam edəcək, bunları izləməliyik. Amma buna baxmayaraq yenə də hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının liderlərinin səyi və strateji baxışları bu təşkilatı gələcəkdə önəmli bir oyunçulardan birinə çevriləcək. Mən buna əminəm. O cümlədən də bir məsələni qeyd edim ki, bizim əsas məqsədlərimizdən biri sözsüz ki, biz bayaq Azərbaycanın qərb bölgələrindən Naxçıvana qaz xəttinin açılmasından danışırıq və eyni zamanda gələcəkdə Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına da nail olacağıq. Mən buna inanıram və bununla da Türk dünyasını, Türkiyəni, Türk dünyası ilə bayaq qeyd edildi, Sevil xanım qeyd etdi, süni şəkildə Azərbaycanla Naxçıvanı ayırmış bu Zəngəzur dəhlizi nəhayət bərpa olunacaq və Azərbaycan birbaşa olaraq Naxçıvanla əlaqəni təmin edəcək və ondan sonra nəinki qaz, o cümlədən dəmir yol, avtomobil yolu, elektrik xətlərinin birbaşa olaraq Azərbaycanın qərb bölgələrindən Naxçıvana ixracına nail olacaq. Bəli, elə bugün atılan addım da bir mesaj vermiş oldu bir daha dünyaya ki, əlbəttə ki, Zəngəzur dəhlizinin də açılması mütləq şəkildə baş verəcəkdir və Şahmar müəllim, həqiqətən də bugün elə bir dünyada yaşayırıq ki, sabitliyin, təhlükəsizliyin, bütün risklərin, təhdidlərin qarşısını almaq böyük məharət, diplomatiyada böyük məharət tələb edir və çünki biz açıq-aydın görürük bugün hansı proseslər necə cərəyan edir. Hələ sonunu bilmək də, proqnozlaşdırmaq da olduqca çətindir. Və gəlsək
Amerika Birləşmiş Ştatları ilə Volodimir Zelenski arasında söz duelinin bugün davam etməsi, məktublaşma prosesinin bir tərəfdən, yəni bu barədə məktubun Amerika Birləşmiş Ştatlarına təqdim olunması, digər tərəfdən bu barədə heç bir məlumatın olmaması, təkzibləri və eyni zamanda bu söz savaşı, söz dueli davam etdiyi bir mərhələdə biz müxtəlif prosesləri görə bilərik və ən əsası da ki, Amerika Birləşmiş Ştatları prezidenti ötən gün Konqresdə çıxışı zamanı bir çox istiqamətlərə, strategiyaya yenidən qayıdıb. Əlbəttə, siyasi tərəflərini, geosiyasi prosesləri biz indi siyasətçilərdən soruşacaq, amma bir iqtisadçı və enerji təhlükəsizliyi üzrə mütəxəssis olaraq bilmək istərdim ki, bax, ötən gün Donald Trump eyni zamanda iqtisadi göstəricilərə toxundu, öz sələfinin Joe Biden'ın ona qoyduğu problemləri, daxili və xarici siyasətdəki problemləri açıqladı. Təbii ki, burada enerji siyasətində də, iqtisadi göstəricilərdə də kifayət qədər problemləri detallı şəkildə açıqlanıb. Bax, biz özümüzə gəlsək, Cənubi Qafqazda Bidenin səhvlərinin düzəldilməsində Trump hansı addımları atacaq? Öz regionumuz hansı rol oynayacaq bu istiqamətdə? Təbii ki, Amerikada artıq yeni prezident seçkilərindən sonra və Trump administrasiyasının gəldikdən sonra hakimiyyətə və başlıca prezident Trumpın həyata keçirdiyi siyasət dünyada yeni bir geosiyasi mənzərə formalaşdırır. Xüsusən də bu Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda bəzi ölkələrə birbaşa təsir edir. Məsələn, Ukrayna olsun. Qeyd etdiyiniz kimi Ukrayna, hal-hazırda Ukrayna-ABŞ arasında cərəyan edən proseslər olduqca mənfi təsir edir. Həm Ukrayna, həm də Avropa dövlətlərinə. Artıq ABŞ tərəfindən NATO-dan hətta çıxmaq kimi səslər də səsləndirilir. Cənubi Qafqaza gəldikdə isə təbii ki, Biden hakimiyyəti vaxtında biz Azərbaycana qarşı yersiz ittihamlar eşitmişik, görmüşük və ABŞ tərəfindən atılmış addımları da biz müşahidə etmişik. Hal-hazırda Trump administrasiyası əsasən Ukrayna-Rusiya arasında cərəyan edən proseslərə belə deyək, fokuslanıblar. Çünki bu əsas bir onların qarşısında duran bir məsələdir. Cənubi Qafqaz məsələsinə gəldikdə, təbii ki, biz artıq bilirik ki, hansı biz siyasi kursu, hansı xarici siyasət kursunu biz izləməliyik və bizim izlədiyimiz siyasi və iqtisadi kurs olduqca önəmli bir başarı Azərbaycana gətiribdir. Digər ölkələrin həyata keçirdiyi xarici siyasəti biz gördükdə bunun nə qədər uğursuz olduğunun şahidi oluruq və düşünürəm ki, biz öz siyasi kursumuzu davam etdirəcəyik, uğurlu siyasi kursumuzu. İqtisadi vəziyyətə gəldikdə həm ABŞ-da, həm dünyada təbii ki, Biden administrasiyası vaxtında iqtisadi problemlər Amerikada, əsasda miqrasiya ilə bağlı problemlər olduqca böyük idi və Trump da məhz hakimiyyətə gəlmək istiqamətində bu kozurlardan uğurlu istifadə etdi. Əsas miqrasiya siyasəti, bu iqtisadi problemləri xalqın diqqətinə çatdıraraq və Biden administrasiyası Trumpdan fərqli olaraq enerji layihələrini, yəni ki, bu ənənəvi enerji layihələrini, neft, qaz layihələrini dəstəkləmirdilər həm Amerikada, həm də dünyada. Amma Trump ilk inaugurasiya çıxışında da dedi ki, biz enerji layihələrini deyirik və Amerika daha da artıq enerji ixrac edən ölkəyə çevriləcəkdir. Bu da təbii ki, yeni iş yerlərinin açılışıdır, iqtisadi artım deməkdir və bununla da demək olar ki, Trump əhalinin çoxluğunun simpatiyasını özünə cəlb etmiş oldur. Aydındır və Sevil xan, necə düşünürsünüz? Amerika Birləşmiş Ştatlarının Biden hakimiyyətindən fərqli olaraq yeni modeli nədən ibarət olacaq? Hansı problemləri aradan qaldıracaq geosiyasi müstəvidə və bizim regionumuza necə təsir göstərəcək? Ümumiyyətlə, söyləmək lazımdır ki, Biden administrasiyası dönəmində belə bir təəssürat yaranır ki, Birləşmiş Ştatların siyasi establishmenti bütün dünyada bir test keçirmək istəyirik. Yəni, fərqli siyasət həyata keçirsək necə olacaq və xüsusilə Rusiya ilə münasibətdə, yəni bundan əvvəl bu Trumpın da çıxışlarında dəfələrlə qeyd olunubdu. Yəni, çox, belə deyək, radikal bir xətt seçildi və bu radikal xəttdə, yəni 2022-ci ildən sonra Rusiya və Ukrayna arasında baş vermiş hərbi əməliyyatlardan sonra mən deyərdim ki, bəlkə özünün ən kritik səviyyəsinə qədər yüksəldi və məsələ onunla bitdi ki, artıq dövlətlər biri-biriləri ilə nüvə dilində danışmağa başladılar ki, bu həqiqətən də dünyanın təhlükəsizlik sistemi üçün çox böyük bir təhdid kimi nəzərdən keçirilir. Yəni, belə deyək ki, bu artıq qırmızı xətt idi münasibətlərdə və dünya bu cür davam edə bilməzdi və görünür ki,
Trump əslində Biden administrasiyasının dünyanı hansı fəlakətə sürüklədiyini, yəni bunu açıq hamı başa düşür, amma Trump bunu bir siyasi lider olaraq etiraf edir. Dünənki konqresdə 2 saata yaxın, 1 saat 40 dəqiqə davam edən rekord çıxış kimi qiymətləndirilir bu. Bəli. Ötən gün daha detallı şəkildə gəldi. Biden hakimiyyəti bu qədər çıxış etmişdi prezident. Bəli. Tarixdə ilk dəfə idi ki, prezident bu qədər çıxış etmişdi. Bəli. Və görünür ki, yəni çox çıxış etməyinin əsas məqsədi də bütün dünyaya fərqli Amerikanın fərqli siyasətinin olacağını anlatmaqdır. Yəni qarşıda 4 il var. Kifayət qədər böyük bir dönəmdir ki, Trump Biden'ın səhvlərini və belə deyərim ki, fatal səhvlərini düzəldə bilsin. Bəli, ilk əvvəldə Zelenski ilə olan mübahisədən sonra çoxları, yəni 2 qütbə bölünmüşdülər. Bəziləri Trump'ı dəstəkləyirdi, bəziləri Ukraynanın tərəfində idi. Amma indi biz baxsaq artıq burada bir balans var. Hətta Zelenski də öz səhvini başa düşübdü. Çünki belə olmasa düz məktub məsələsini təkzib etsə də, amma Zelenski müraciətində bəli. Sosial şəbəkədə də bu barədə qeyd edib. Bəli, amma Macronla birlikdə yenidən Vaşinqtona qayıtmaq niyyətindədir və danışıqları davam etdirəcək. Çünki Trump artıq qəti şəkildə bildirdi ki, o yardımları dayandırır. Yardımlar dayandırılırsa artıq müharibə belə də ya məğlubiyyətdir, ya bitmiş hesab olunacaqdır. Yəni bu bir mənalıdır. Və bundan sonraki münasibətlərində də Zelenski kifayət qədər səbatlı davranmağa dəvət edibdir. Çünki bundan artıq yol yoxdur. O ki qaldı Amerikanın siyasi establishmentinin səhvlərinə, yəni bu dönəmdə mən düşünürəm ki, konqresdəki uzun və mən deyərdim ki, hər tərəfli çıxışı zamanı Trump bunların bütün istiqamətlərinə toxundu və ümumən bir çox müharibələrə sövq edilmək, bir çox ölkələrdə xüsusilə USAID tipli təşkilatlar vasitəsilə rəngli inqilabların təşviq olunması, ərəb dünyasındakı o çalxalanmalar, yəni bütün bunlar nəticə etibarilə müəyyən dönəm keçib və büdcə vəsaitlərinin boşuna xərclənməsi Afrika ölkələrində 8 milyon Afrika ölkəsinə məhz LGBT-yə görə vəsaitin ayrılması və bugün boşa gedən vəsait. Bilirsinizmi, biz indi bunun belə deyək, amoralizmlə bağlaya bilərik, bir sıra məsələləri, yəni dünyada gedən bu tendensiyalara ictimai münasibətin nə qədər mənfi olması, yəni bütün bunları qeyd edə bilərik, amma Trump daha belə deyək, bütün bunları da bir tərəfə qoyub daha pragmatik yanaşır ki, bütün belə deyək, mənasız bir şeyə pul xərcləmək, xüsusən Afrika ölkələrində, yəni bunun nəticəsi olubmu, hansısa bir sahə? Afrika ölkələrində kifayət qədər ciddi sosial problemlər də var. Onların aradan qaldırılmasına yönləndirə bilərdi. Müstəmləkəçi ölkələr var, amma LGBT-yə 8 milyon hansısa bir ölkəsinə elementar su problemi, bu ölkələrdə su problemi var, bu ölkələrdə təhsil problemi var, bu ölkələrdə o qədər problemlər. Qida çatışmamazlığı. Bəli, su çatışması, su qıtlığı, COP29-da bu məsələlər ekoloji problemlər, yəni o qədər o resursla zəngindir, amma burada belə deyək, mükəmməl istehsal texnologiyaları olmadığına görə çirkləndirirlər bu əraziləri. Mən müəyyən müddət orada çalışmışam, onların şahidi olmuşam. Cənubi Afrika Respublikasında çalışdığımda bunların şahidi olmuşam. Yəni bu cür qitəni LGBT üçün propagandaya çevirmək əslində bu hansı siyasətdən xəbər, bunu ağıllı siyasət adlandırmaq olarmı? Yəni bəlkə də bunu düzgün hesab edib, amma bu nəyə hesablanmışdı? Yəni bu sualı təbii ki yönləndirmək lazım idi. Və Əfqanistan məsələsi, yəni Əfqanistan məsələsi bu Birləşmiş Ştatların siyasətinin tam ifşası idi. Ora daxil olmaq, oranı dağıtmaq və nəticədə heç nəyə nail olmayıb. Bir zamanlar terrorist adlandırdığı qrupla sonradan əməkdaşlığa keçmək, yəni bu və çıxanda da hansı formada çıxmaq və biz Əfqanistanın aeroportunu məhz Türkiyə, Azərbaycan səhv etmirəmsə. Sonunda Azərbaycan. Bəli, sonunda Azərbaycan əskərləri, sülhməramları necə? Bəli. Siyasi xəttin aparılması təbii ki, Birləşmiş Ştatların bütün istiqamətlərdə siyasi xəttini ifşa etmiş oldu. Yəni, nə mənada bunun düzgün olmadığını. Birləşmiş Ştatların bugün borcu 36 trilyon dollar ölçülür və Biden hakimiyyəti dönəmində 4 il ərzində bu rəqəm kosmik dərəcədə artım tempinə malik olubdur. Bəli, yəni bir sıra təhlilçilər, təhlil mərkəzləri əslində iqtisadi resessiyanın olmadığını bildiriblər. Yəni, iqtisadiyyatda stabillik qorunub saxlanılıbdır,
iş yerləri ilə bağlı, yəni xüsusi təlatümlü rəqəmlər səsləndirmirlər. Amma bütün bunların fonunda eyni zamanda söyləmək lazımdır ki, 36 trilyon Birləşmiş Ştatların bugün əgər dövlət borcu varsa, bu əslində dövlətin iqtisadiyyatının heç də dayanıqlı olmağına və yaxud da ki, güvənli olmağına işarə etmir. Yəni bunun fərqindədir və bu səhvlərin hamısını bir-bir düzəltmək təbii ki, hətta bugün Birləşmiş Ştatlarda belə bir tezislə çıxış edirlər ki, bildiyiniz kimi orada 4 illik sistem var və 2 dəfə hər bir vətəndaşa icazə və imkan yaradılır ki, o prezident seçkilərində iştirak etsin və prezident olmaq hüququnu qazansın. Amma onlar hətta elə bir vəziyyət yaranıb ki, yəni Birləşmiş Ştatların sırf xarici siyasəti ilə bağlı, onlar hətta bu dönəmləri belə artırmaq və yaxud da ki, bu limitin aradan qaldırılması ilə bağlı xüsusi olaraq çıxış edirlər. Burada artıq biz yəni söyləyə bilərik ki, bu respublikaçılar və demokratlar arasında gedən ideoloji fərqdir. Xeyr, bu heç ideoloji fərq də deyil. Biz düşünürük ki, demokratların hakimiyyəti dönəmində də, respublikaçıların hakimiyyəti dönəmində kifayət qədər səhvlər buraxılıbdır və bunu artıq... Amma Biden qədər yox. Bəli, bunu artıq etiraf etmək lazımdır. Bidenin şəxsi ilə də daha çox əlaqələndirirlər. Amma Biden tam fərqli bir siyasətlə bəli ortaya gəldi və Trump özünü George Washingtonla müqayisə etdi və düşünürəm ki, əgər Amerikanı yenidən nəhəng, güclü dövlətə çevirmək istəyirsə, həqiqətən də əvvəlcədəndən qoyulmuş o saf niyyətləri, bəlkə də onların çox həyata keçirilməmişdir, amma o saf niyyətlərə qayıtmağın tam zamanıdır. Bəli, strategiyalar əlbəttə ki, yenidən çizilir və bu uzun illərə, hətta 3 əsrlərə söykənən strategiyanın olacağını deyənlər də var, proqnozlaşdıranlar da var. Məhz Trump hakimiyyəti tərəfindən çizilən o yeni Amerika modelini deyək, əlbəttə ki, belə dəyərləndirilənlər də var. Sevil xanım toxundu, hal-hazırda diqqətlər yönəlib ki, həqiqətən də Donald Trumpla Zelenski arasında baş verən gərginlik aradan qalxacaqmı və necə aradan qalxacaq, sülhə doğru addım atılacaqmı və elə Belarus prezidenti Aleksandr Lukashenko da təklif irəli sürüb ki, gəlin bütün tərəflər Minskdə görüşsün. Necə düşünürsünüz, bu görüş baş tuta bilərmi? Amerika Birləşmiş Ştatları, Ukrayna, Rusiya görüş baş tuta bilər və harda baş tuta bilər? Jalə xanım, ilk öncə onu qeyd edək ki, bu məsələnin çözülməsi, yəni sülhə nail olunması ilk növbədə ABŞ prezidenti Donald Trumpın, Zelenskinin və Rusiyanın mövqeyindən asılıdır. Artıq o yer seçilməsi, hansı məkanda bunlar görüşəcək o məsələnin ABŞ və Rusiya artıq öz mövqeyini ortaya qoyub. ABŞ Rusiya öz mövqeyini ortaya qoyub və Zelenski də artıq bayaq siz qeyd etdiyiniz kimi çıxışı zamanı Donald Trump qeyd etdi ki, mənə məktub ünvanlanıb, amma Zelenski bunu inkar edir. Amma Zelenski öz X sosial hesabında paylaşım etdi ki, artıq bu müəyyən qədər bir səhv idi. Yəni üzrxahlıq etmir, amma bir növ üzrxahlığa oxşar bir açıqlama idi. Yəni düşünürəm ki, Avropa İttifaqı, Avropa liderlərinin dəstəyi ilə Böyük Britaniyanın baş naziri, Fransanın prezidenti yenidən görüşməyə nail ola biləcəklər və Trumpın çıxışında da bunun bir növ şartlarını biz hiss etdik. Trump 350 milyard dollar Ukraynaya Biden administrasiyası dövründə vəsait göndərildiyini bildirir və bu vəsaitin geri qaytarılmasının zərurliyini qeyd edir. Bu baxımdan həmin sazişin, yəni nadir metallarla bağlı, nadir faydalı qazıntılarla bağlı sazişin imzalanması vacib məqamlardan biridir. Sözsüz ki, qeyd etdiyiniz kimi Joe Biden və Blinken cütlüyünün onların dönəmində baş verən səhvləri də qeyd etdi. Biz bunu şahidi olduq. İstər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı, yəni 2020-ci ildən sonra... Getdi, elə bir sənəd imzaladı Xartiyanın imzalanması, Ermənistanla Xartiyanın imzalanması bir növ onlara verdikləri vədin bir sənəddə ehtiva olunmasını bəyan etmək istəyirdilər. Sözsüz ki, biz Trump administrasiyası dövründə biz bunu müşahidə edəcəyik. Yəni proseslər necə, münasibətinin Azərbaycan-la Ermənistanın münasibətlərinə yanaşması necə olacaq? İlk növbədə bayaq mən qeyd etdiyim kimi əsas məsələlərdən biri sülh iki ölkə arasında, yəni Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasıdır, razılaşdırılmamış bəndlərin razılaşdırılmasıdır. Bu da ki, ilk növbədə Ermənistan konstitusiyasının preambulasında yer almış ərazi iddialarının götürülməsi, aradan qaldırılmasıdır. Amma Biden, Blinken cütlüyü administrasiyası davamlı olaraq Azərbaycana qarşı qərəzli addımlar atırdı. Hətta onlar Azərbaycan və Ermənistan arasında sabit, davamlı sülhün bağlanmasından tərəfdarı olduqlarını bəyan etsələr də, amma biz nəyin şahidi olurduq? Riyakar yanaşmanın şahidi olurduq. Sevil xanım da xatırlayır, bir neçə ay öncə ABŞ konqresmenlərinin
daha Blinkenə müraciəti, Dövlət Departamentinə ünvanladıqları, Blinkenə ünvanladıqları müraciəti və həmin müraciət də bilavasitə Dövlət Departamentində hazırlanmış, onlara təqdim olmuş və onlar tərəfindən imzalanıb geri qaytarılmışdır. Və bir məsələni qeyd edim ki, həmin vaxtımız azdır, konkretləşdirin. Həmin məktubda qeyd olunan bütün o riyakar ifadələr, o cümlədən bu gün digər Avropa parlamentlərində səsləndirilən tezislərlə üstə düşür. O deməkdir ki, Joe Biden-Blinken administrasiyası, o cümlədən də Avropanın bəzi liderləri də məhz Ermənistanın onlara təqdim etdikləri tezislərdən istifadə edərək Azərbaycana qarşı riyakar addımlar atırdılar və düşünürük ki, hesab edirəm ki, Trump administrasiyası dövründə məsələyə ədalətli yanaşmanın şahidi olacaq. Təşəkkürümü bildirirəm sizə, dəyərli qonaqlar, öz fikirləriniz üçün. Əlbəttə ki, qlobal müstəvidə, qlobal platformada olduqca çətin, mürəkkəb proseslər cərəyan edir və belə bir mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyəyə işgüzar səfərə gedib və bu səfər çərçivəsində artıq ilkin addımlar atılıb. İğdır-Naxçıvan boru xəttinin açılması ilə bağlı elə bu saatlarda, bu dəqiqələrdə gözləntilərimiz var və eyni zamanda da əlbəttə ki, regional, qlobal proseslərin müzakirəsinə dair liderlərin danışıqları da gözlənilir. Belə hörmətli tamaşaçılar, hədəf öz işini hazırki anda başa çatdırdı. Sağlıq olsa yenidən görüşəcəyik. Salamat qalın.